bağlı olduğumuz insanlar, nazirlər ya telefonları götürmürlər, ya da məktublarımıza çox gec cavab verirlər. Nəticədə bizim cəmaatla bağlılığımız onların suallarına, problemlərinə diqqətlə yanaşmağımıza mane olur. Xalqın biraz ironik, biraz xalqvari bir məşhur ifadəsi var. Müəllim, bən o oldu. Xalqla üzbəyüz qalan, yaxası əlində olan deputat da nə nazirdir, nə komitə sədridir, nə başqasıdır. Və bu söz güllədən betərdir. Çünki cavabın yoxdur. Keçirilən iclasların birində millət vəkili respublikada bəzi nazirləri tənqid edərək bildirir ki, bəzi nazirlər millət vəkilinin müraciətlərinə əhəmiyyət verməyərək məhəl qoyulmayır. Aydın məsələdir ki, millət vəkilin bildirdiyi bu kimi fikirləri yaşanılan vəziyyətdir. Amma ki, millət vəkili tam doğru tənqid edərək düzgün deyir. Bəzi nazirlər var ki, nazir postunu öz ata-babalarının mirası kimi hesab edib, nə millət vəkilini sayırlar, nə də ki, vətəndaşları. Bəzi nazirlərdə o var ki, bölgələrə gedib sanki güya vətəndaşlarla görüşür şəkillər çəkdirərək ölkə başçısını neçə desək aldadırlar. Ona görə də respublikada bəzi nazirlər işlərindən azad edilməlidirlər birmənalı şəkildə Qrəç TV. Kanala abunə olun ki, hər bir yayımlardan xəbərdar olasınız.